Hər şeyi tək edirsənsə, sən sahibkar deyilsən, yorğun bir işçisən. Bəli, sən işini bacarırsan, müştəri tapırsan, iş görürsən, pul da qazanırsan. Amma hər şey özünə edirsənsə, bu biznes deyil. Bu sadəcə özünə iş deməkdir, həm də çox yorğun şəkildə. İş bölgüsü etmirsən, heç kimə etibar etmirsən. Həftənin 7 günü 12-15 saat çalışırsan. Deyirsən ki, mən olmasam iş dayanar. Bax elə bu cümlə ən böyük problemdir. Böyümək istəyirsənsə bunu anlamalısan. 1. Tək etməklə böyümək olmur. Komanda qur, tapşırıqları paylaş. İkincisi, işi yox, sistemi qur. Hər şey əllə yox, avtomatlaşdır. 3. Səninlə çalışan əməkdaşlar maaş yükü deyil, sənə zaman qazandıranlardır. 4. Daim işləmək ağıllı olmaq demək deyil. Yorğun deyil, səhv qərar verir. Bilirəm deyirsənsə, artıq tətbiq etməyə başla. Yoxsa bilmək heç nəyi dəyişmir. Təcrübən var, bacarığın da var. Amma bu qədər təcrübəni tək başına çarpışmaq üçün istifadə edirsənsə, özünü yavaş-yavaş bitirirsən. İndi dayan, bir qədər düşün. Sən işə sahib çıxırsan, yoxsa iş səni sahiblənib? Sən yoxsa səni? Maraqlıdırsa, məni izlə, paylaş və öyrənməyə davam et ki, yenidən qarşılaşaq.